Miqyas. Nədir miqyas? Çox vaxt obyektləri kağız üzərində təsvir etmək üçün bütün məsafələri eyni qədər ya kiçildirlər, yəni kiçiltmək və ya da böyütmək lazım gəlir. Yəni böyük bir obyektdirsə, biz onun hər bir detalını eyni qədər kiçiltməliyik. Ta ki düzbucaqlı formasında bir şeydir. Bunun enini də, uzunluğunu da eyni ədəd dəfə kiçiltməliyik. Yəni birini bir müəyyən qədər kiçildim, digərini başqa bir ədəd qədər yox. Eyni qədər eyni ədəd dəfə kiçiltməliyik. Və ya kiçik bir əşyadırsa, biz onu kağız üzərində yaxşı görmək üçün böyütməliyik. Yenə də onun hər bir detalını eyni ədəd dəfə böyütməliyik. Bu zaman miqyasdan istifadə olunur. Nədir miqyas? Yəni biz artıq nə edirik? Həmin o bir şeyi vərəqdə çəkəndə bu bizim planımızdır. Plandakı ölçünün, yəni plandakı ölçünün məsafə olsun, ölçü olsun, məsafəni bölürük həqiqi məsafəyə. Həqiqi məsafə. Bu da bərabərdir miqyas. Yəni bu miqyasdır. Məsələn, belə bir məsələyə baxaq. Bizə deyir ki, plandakı məsafə 3 cm. Plan bərabərdir 3 cm. Miqyas da verib 1 bölünsün 200. Həqiqi məsafəsini tapmalıyım. Qaydaya əsasən nə dedik? Plandakı məsafə, yəni 3 cm bölünsün. Həqiqi məsafəni axtarıram. Yoxdur. X bərabərdir. Bu axı miqyasdır. Demək 1 bölünsün 200. Biz də tənasüb keçmişik. Bilirik ki, tənasübün kənar hədlərinin hasili orta hədlərin hasilinə bərabərdir. Yəni x vurulsun 1 bərabərdir 3 vurulsun 200. Yəni buradan alıram x bərabərdir 600 santimetr. Həqiqətdə olan məsafə adətən metr, kilometr belə olur deyə. Elə bunu da biz metrə çevirsək 6 metr. Yəni planda kiçildib 3 cm məsafəni 200 dəfə, elə ki bu 6 metr məsafəni 200 dəfə kiçildib 3 cm almışdıq. Həqiqətdə bu ölçü 6 metrə bərabərdir. İndi gəlin çalışmalarına baxaq. Ən çox da xəritələrin üzərində görərsək, aşağı hissəsinə yazılır. Məsələn, 1 bölünsün 10.000. Bu deməkdir ki, həqiqi məsafəni 10.000 dəfə kiçildib. Gəldi. Yenə burada birinci qaydamızı yazaq. Necə idi? Plandakı məsafə bölünsün həqiqi məsafə. Bərabərdir miqyas. Siz bunu kəsr xətlə yaza bilərik də. Bilirik ki, bu bölmə kəsr xəttini ifadə edir. Yəni yuxarıda plan bölünsün həqiqi bərabərdir miqyas. Yəni fərq etməz. Hansını istəyirsiniz yaza bilərsiniz. A bəndini yazsaq. Deməli dedik ki, bax plandakı məsafə 3 verib. Deməli yazıram 3 cm. Yəni santimetri yazmasaq da olar. 3 bölünsün. Artıq santimetri bilin ki, sonda aldığımız cavab santimetr olur. 3 bölünsün. Həqiqi məsafəni bilmirəm. X bərabərdir 1 bölünsün 300. Tənasüb kimi çarpaz vurub həll etsək, alırıq ki, x bərabərdir 900 santimetr. Yəni 9 metr. B variantında plandakı məsafə 2 cm. 2 bölünsün. Həqiqini bilmirəm. Miqyasdır 1 böl 400. Yenə kənar hədlərin hasili, yəni orta hədlərin hasilidir. X bərabərdir 2 vurulsun 400. Yəni x bərabərdir 800 santimetr. O da bərabərdir 8 metr. C variantında plan 3 bölünsün həqiqi bərabərdir. Həqiqi yoxdur. X 1 bölünsün 500. Yenə tənasüb kənar hədlər, orta hədlər. Yəni x bərabərdir 1500 santimetr. O da bərabərdir 15 metr. İki nömrəli çalışmada deyir, xəttkeşdən istifadə etməklə şəhərlər arasında birbaşa məsafəni ölçün. Miqyası nəzərə alaraq, bax miqyası da bu aşağı hissədə verib.
Miqyası nəzərə alaraq bu şəhərlər arasında birbaşa, yəni həqiqi məsafəni tapmalıyıq. Burada Bakı ilə Gəncə arasında bunu belə düz xətt çəkin, bu iki nöqtəni birləşdirin. Sonra ölçün xəttkeşlə təqrib 5,5. Demək, bizdə qaydamız necədir? Plandakı, yəni 5,5 bölünsün həqiqi məsafə x bərabərdir miqyas 1 bölünsün t milyon. Həll etsək, x bərabərdir 5,5 vurulsun t milyon. 3, 6'da. Bu da bərabərdir. 55'i 6'ya vursam 33. Bizim də yerdə qalır 5 dənə sıfırımız. 1, 2, 3, 4, 5. Bu olacaq santimetr. Çünki biz santimetrdən istifadə edirik 5,5. Bu oldu santimetr. Santimetrdən də kilometrə çevirsək, santimetrdən kilometrə çevirdikdə 105 dənə sıfırını silsək olur 330 kilometr. Deməli, Bakı ilə Gəncə arasındakı həqiqi məsafə 330 kilometrdir. Digər şəhərləri də özünüz eyni qayda ilə ölçərsiniz. Məsələn, Şirvanla Kəlbəcər arasında bu nöqtələri düz xətlə birləşdirin, xəttkeş vasitəsilə ölçün, eyni qayda ilə həll edin. Növbəti, üçüncü. Planın miqyasına və həqiqi məsafəyə görə plandakı məsafəni tapın. İndi bizə həqiqi məsafə verilib A variantında. Bizim qaydamız plandakı, indi planı bilmirəm, x, həqiqi məsafəm 800 bərabərdir. Miqyasımda 1 bölünsün 100. Buradan yenə tənasüb kimi həll etsək, 100x bərabərdir 800, x da bərabərdir 8 santimetr. Yəni 100 dəfə kiçildib də həmin ölçünü 8 santimetr. B variantında yenə həqiqi məsafəm var, plan yoxdur. X bölünsün 600 bərabərdir. Miqyası verib 1 bölünsün 200. Buradan x bərabərdir 200x bərabərdir 600'ə, x da bərabərdir 3 santimetr. C variantında, C bəndində yenə plan yoxdur. Bölünsün 1200 bərabərdir 1 bölünsün 400. Yenə tənasüb kənar hədlər, orta hədlər, yəni 400x bərabərdir 1200, x da bərabərdir 3 santimetr. 4'də 2 məntəqə arasındakı məsafə 4 kilometrdir. Bu deməli həqiqi məsafədir. Verilmiş miqyasla xəritədə bu məntəqələr arasındakı məsafə nə qədərdir? Yəni xəritə artıq bizim planımızda Plandakı ölçü bölünsün həqiqətdəki 4 kilometr, 4 bərabərdir 1 bölünsün 10.000. A variantını 1 eləyəcək, B-ni ayrı. Yəni hər dəfə miqyasları fərqli verib də, bu A variantı, A bəndində. Yenə kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Buradan alırıq ki 10.000 P bərabərdir 4'ə. Burada 4 kilometrdir. Bu kilometri də santimetrə çevirsək, bunun yanında bu kilometr, santimetrə çevirsək 1, 2, 3, 4, 5 oldu santimetr. İndi 400.000'i də 10.000'ə böləndə hərəsində 4 dənə sıfır sildik. 40, yəni plan bərabərdir 40 santimetr. B bəndində
Yenə eyni qayda, plan yoxdur. X bölünsün. Gəlin elə bu 4 kilometri santimetrlə yazaq. X plan bölünsün həqiqi 1, 2, 3, 4, 5 bərabərdir. 1 bölünsün 20.000. Buradan 20.000 x bərabərdir 400.000. Hər birindən 4 dənə sıfırı silirik. Böləndə x da bərabərdir 20 santimetr. C bəndi yenə plan yoxdur. Bölünsün 400.000 bərabərdir 1 bölünsün 100.000. Buradan alıram 100.000 x bərabərdir 400.000 x da bərabərdir 4. D bəndində plan bölünsün 400.000 bərabərdir 1 bölünsün 500.000. Buradan alırıq 500.000 x bərabərdir 400.000. Dördü də bölürük 5'ə. Bu da 0,8 santimetr. Beşinci. Həqiqi və plandakı məsafələrə görə miqyası tapın. İndi biz miqyası tapmalıyıq. A bəndində həqiqi qaydamız plan, yəni 5 santimetr bölünsün həqiqi 250 metr. Nisbətləri yazanda biz bunları santimetr, metrdir deyə eyni uyğunlaşdırmalıyıq. Metri də santimetrə çevirsəm 5 santimetr bölünsün 250, 1 metrdə 100 idi deyə santimetr. Hər ikisindən santimetr ixtisar olur. 5'i 5'ə bölürük 1. Elə bir əvvəlki qaydamızda 5 böl 2025.000-i necə sadələşdirirdik? Nisbətin hər bir həddini eyni bir ədədə bölürdük. 5'i 5'ə 1, bu da 5000. Yəni 1 bölünsün 5000. B bəndində plan 2 millimetr, həqiqət 4 kilometr. Demək, kilometrdə millimetrə çevirməliyəm. Bölünsün 1 kilometr 1000 metr, metr 100 santimetr, santimetrdən də millimetrə 10. Doldu millimetr bərabərdir. Yenə millimetrlə 2'ni 2'yə bölürük 1. Bu da 2 milyon. 1, 2, 3, 1, 2, 6'da. C bəndi plan 3 santimetr, həqiqət 60 kilometr. O da bərabərdir 3 santimetr bölünsün 60. 2, 3, 4, 5 santimetr. Hər ikisi 3'ə bölünür. Santimetr 1 bölünsün 2, 1, 2, 3, 4, 5, 6, 2 milyon. D'də plan 16 santimetr, həqiqət 800 kilometr. Bunu da santimetrə çevirirəm. Bölünsün 800, 1, 2, 3, 4, 5 santimetr. O da bərabərdir. Hər biri 16'ya bölünür. 1 bölünsün 80 16'ya 5 dəfə. 5 yerdə də qaldı 2, 4, 6. 1, 2, 3, 4, 5, 6. Yəni 1 bölünsün 5 milyon. Yadda saxla. Miqyasa görə həqiqi məsafənin neçə dəfə kiçildiyini və ya böyüdüyünü müəyyən etmək olar. Məsələn, 1 bölünsün 1000 miqyaslı planda həqiqi məsafəni 1000 dəfə kiçiltmək deməkdir. Plandakı məsafəni 1000'ə vurmaqla həqiqi məsafəni tapmaq olar. Həqiqi məsafəni 1000'ə bölməklə plandakı məsafəni tapmaq olar. 6'da plan 1/200 miqyası ilə çəkilib. Otağın plandakı uzunluğu 3 santimetr. Yəni qaydamız 3 plan bölünsün
həqiqi yoxdur. X bərabərdir 1 bölünsün 200. Buradan alıram x bərabərdir 600 santimetr, yəni 6 metr. Otağın həqiqi uzunluğu 6 metr. B bəndində hasarın uzunluğu 20 metr olarsa, onun bu plandakı deyir. Yəni yenə də miqyas 1 bölü 200 olsun. Hasarın uzunluğu 20 metr. Bu həqiqidir. İndi planı bilmirəm. X bölünsün həqiqi 20 bərabərdir 1 bölünsün 200. Demək bizim aldığımız cavab da metrli olacaq. Çünki bu metrlə verib. Buradan tənasüb kimi həll etsək 200x bərabərdir 20 metr. Bu metri də santimetrə çevirsəm santimetr. Onda x bərabərdir 2000-i 200-ə böləndə 10 santimetr. Deməli, plandakı uzunluğu olacaq 10 santimetr. 7. Uzunluğu 3 metr olan yol planda 5 santimetr uzunluqdadır. Miqyası müəyyən edin. Deməli, nə idi? Plan 5 santimetr bölünsün 30 metr. Bu da 5 santimetr. Yenə metri santimetrə çevirirəm. Santimetr. Hər birini 5-ə bölsəm 1 bölünsün 600. Demək, miqyası təyin etdik ki, miqyası müəyyən edilir deyirdi. 1 bölünsün 600. Bu planda uzunluğu 10 santimetr olan yolun həqiqi uzunluğu. Həqiqi uzunluğu tapmaq üçün yenə plan bölünsün həqiqi bərabərdir 1 bölünsün 600. Buradan x bərabərdir 6000 santimetr olur. Bunu da metrə çevirsəm 60 metr. B bəndində uzunluğu 15 metr olan körpünün bu plandakı uzunluğu, yəni miqyas dəyişməsin. Bu planda dediyinə görə 1 bölü 600 olsun. 15 metr olan körpü bu həqiqi uzunluğu olar da. Plan yoxdur. X B bəndini yazanda bölünsün. Həqiqi 15 metr. Metri də çevirək santimetrə. Santimetr oldu. Yəni 1500 santimetr bərabərdir 1 bölünsün 600. Yenə kənar hədlər 600 x bərabərdir 1500. Hər ikisinə 2 sıfıra silsəm x də bərabərdir 15-i bölürük 6-ya. 15 6-ya, hər ikisi 3-ə bölündü. 2-də 5, bu da olacaq 2,5. Yəni bu plandakı uzunluğu 2,5 santimetr. Miqyası 1 bölü 20 min olan xəritədə iki məntəqə arasındakı məsafə 6 santimetrdir. Biz bunun miqyası 1 olan xəritədə məsafə nə qədərdir? Həqiqi məsafəsini tapaq. Həqiqini deməli plan 6-dır. Həqiqi x bərabərdir miqyasda 1 bölünsün 20 min. Yenə kənar x bərabərdir 6, bu da olacaq 12 4 120 min. 120 min santimetr olur. Bunu da kilometrə çevirərəm. 1,2 kilometr. Deyir, miqyası 1 bölü 50 min olan bu məntəqələr arasındakı xəritədə. İndi həqiqini tapdıq 1,2. Yəni bunu elə santimetrlə də yazam. Sonra onsuz da çevirir. 1, 2, 3, 4 bölünsün. Bu həqiqətdir. Yəni biz plan axtarırıq. Yəni x bölünsün 120 min bərabərdir 1 bölünsün 50 min. Buradan alıram 50 min. X bərabərdir 120 min. Hər ikisinə eyni sayda sıfıra silsək, x də bərabərdir 12 bölünsün 5, yəni 24 bölü 10 olur 2,4. Burada da santimetr olacaq.
Elxan uzunluğu 90 metr, eni 60 metr olan futbol meydançasının planını rəsm albomunda 1/30 miqyası ilə çəkmək istədi. Realda olan ölçülər, ta ki belə bir böyük ölçüdə də 60 metr burasıdır, 90 metr bu hissəsi. İndi bunu kiçiltməlidir, albomda çəkməlidir. Demək, əvvəlcə eninə baxaq. Plandakı plan X necə eləməliyim? Həqiqəti 60 bərabərdir 1 bölünsün 30. Miqyasım budur. Buradan alıram 30x bərabərdir 60, x bərabərdir 2 metr. Yəni 200 santimetr. Digərində isə yenə plan. Buna indi n-ni y yazaq. Y bölünsün həqiqi 90 bərabərdir 1 bölünsün 30. Yəni 30 dəfə kiçiltməlidir. O deməkdir. Buradan 30 y bərabərdir 90-a, y bərabərdir 3 metr. Bu deyir rəsm albomunda ölçüləri 2 metr, 3 metr olmaz da. Bu deyir mümkündürmü? Fikrinizi izah edin. Yəni rəsm albomlarının ölçüsü bu qədər olmaz. Yəni bu reala uyğun olmadı deyə bu mümkün olmayacaq. Yəni miqyası çox az götürüb. 10-cu 10. Uşaqlar aviamodel dərnəyində həqiqi uzunluğu 25 metr, qanadları arasındakı məsafə 14 metr olan təyyarənin maketini düzəltmək istədilər. Miqyas 1 olan təyyarə maketinin uzunluğu. Demək, ilk öncə uzunluq dedi, biz də uzunluqdan başlayaq. Həqiqi uzunluq 25, plandakini axtarırıq. Yəni plan bölünsün həqiqi bərabərdir, miqyas da 1 bölünsün 50. Buradan bu yenə metri santimetrə çevirək. X bölünsün 2500 bərabərdir 1 bölünsün 50. Buradan 50x bərabərdir 2500-ə. X da bərabərdir 50. Bu oldu 50 santimetr. Deməli, maketdə təyyarənin uzunluğu olacaq 50 santimetr. Təyyarə maketinin uzunluğu nə qədər olar dedi. Bu oldu 50 santimetr. İndi deyir Samir, bu təyyarə maketinin qanadları arasındakı məsafə. Qanadlar arasındakı məsafəmiz də 14-dür daxil. Yenə həqiqi plan bölünsün həqiqi 14 bərabərdir miqyas. Burada 14 metri də çevirsəm, x bölünsün 1400 bərabərdir 1 böl 50. 50x bərabərdir 1400. 28. Doldu 28 santimetr. İndi deyir, qanadlar arasındakı məsafənin 30, Lalə 28, Elxan 30 söylədi. Amma biz 28 tapdıq deyə kimin cavabı doğrudur? Lalə. Arının 2/1 miqyası ilə çəkilmiş şəklinə əsasən həqiqi uzunluğunu tapın. Arı kiçik ölçüdədir. Bu deməli görürsünüz, miqyas indi bayaqdan yazdıqlarımızda həmişə birinci dayanan kiçik olurdu. Burada birinci hissəsi, yəni nisbətin birinci həddi daha böyükdür. Demək ki, biz bunu artıq böyütmüşük. Arı kiçik bir ölçüdə idi, biz onu böyütdük. Şəkil çəkmək üçün böyütdük miqyasla. Bu plandakıdır. Plan 4 santimetr, 4 bölünsün. Həqiqəti bilmirəm, bərabərdir 2 bölünsün 1. Buradan alıram 2x bərabərdir 4-ə, x da bərabərdir 2 santimetr. Yəni həqiqətdə 2 santimetrdir. 12. Şəkildə düzbucaqlı formasında olan tenis kortunun müəyyən miqyas ilə çəkilmiş planı verilmişdir. Həqiqi uzunluğu 24 metr olarsa planın, deməli, həqiqi uzunluq deyirdi. Onda uzunluğumuz bizim budur da. Miqyası tapmaq üçün plandakı 6 santimetr bölünsün həqiqət bərabərdir. 6 santimetr bölünsün 24 metri də santimetrə çevirsəm, o da bərabərdir. Hər ikisi 6-ya bölünür. 1 bölünsün 400. Deməli, miqyası tapdıq ki, 1 bölünsün 400-dür. 1 böl 400.
Kortun eni neçə metrdir? İndi bu planda 4 santimetrdir. Plan bölünsün həqiqət bilmirəm. Miqyasımda 1/400'dür. Buradan x bərabərdir 1600 santimetr. O da olacaq 16 metr. Eni oldu 16 metr. Deyir, karton perimetri ilə plandakı perimetr hansı nisbətdədir? Demək, bunun həqiqi uzunluğu burada 24. Həqiqi eni 16 metrdir. Həqiqi uzunluğu da 24 metrdir. Mənə deyir, perimetri ilə plandakı perimetr hansı? Həqiqətdəki perimetr həqiqətdə olacaq 24 üzərinə 16 2 vurulsun, yəni perimetr həqiqi bərabərdir. Bu da 2 vurulsun 40 bərabərdir 80. Amma planda isə P plan bərabərdir 2 vurulsun 6 üzərinə 4 20. Deyir, hansı nisbətdədir? Yəni 80 bölünsün 20 4 bölünsün 1 və ya 1/4 nisbəti 20 bölsəm 80-ə, bu da bərabərdir 1 bölünsün 4. Kartın sahəsi ilə plandakı sahə hansı nisbətdədir? Deməli, sahəni tapsam, planda 6 vurulsun 4, 24. Həqiqətdə isə 24 vurulsun 16. Doldu 384. İndi deyək ki, kortun sahəsi ilə, yəni həqiqi 384'ü, plandakı sahə 24, hansı nisbətdədir? Bu da 16 bölünsün 1. Demək, uyğun cavablarımız onda oldu. Burada bunun cavabı perimetrlərin nisbəti 4/1. İkincinin cavabı sahələr nisbəti isə 16 bölünsün 1.